Novruz bayramı ərəfəsində adətən bazarlarda xüsusi canlanma müşahidə olunur. İnsanlar bayram süfrəsi üçün lazım olan ərzaqları almaq üçün bazarlara üz tutur və alış-verişə üstünlük verirlər. Bu günlərdə xüsusilə ət, yumurta, meyvə-tərəvəz və çərəzlərə tələbat artır. Bazarlarda alıcı sıxlığı yaşanır. Qusarın mərkəzi bazarında satış qiymətləri ilə bağlı mövcud vəziyyəti yerində müşahidə etdik. Novruz bayramı ərəfəsi olmasına baxmayaraq bazarlarda gözlənilən canlanma hiss olunmur. Əksinə, alıcı sayının nisbətən az olduğu diqqət çəkir. Satıcıların sözlərinə görə əvvəlki illərlə müqayisədə bu il bazarda durğunluq yaşanır. Biz Optoy'dan mal alırıq. Onun üstüne bir 20, 10, 50 qəpik koyup satırıq. Bizim baha satmağa fikrimiz yoktur. Bizim yerli mal var, alma var, armud var, bizim qusar meyveleri. Onlar ucuzdur. Qıraqdan gələn mallar var, narda, mandarini, bunlar biraz bahadır. Məsələn, nar, mandarin kiloqramı neçədir? Mandarin kiloqramı 3.50'dir. Nar 4 manat da var, 2.50'ye de var, 3.50'ye de var. Biz stabil qiymətinə satırıq. Almalar var, bu alması, bu bahadır. Bu neylə fərqlənir? Bu xaldenliklərdən baha satırlar almanı, ona göre bahadır. 10 kiloqramı neçədir? 1.50'ye. Qaldırmaq fikriniz yoxdur. Yox, hara qaldırırıq biz, tək mal getsin işə, bazara adam gəlsin, bazara heç kim gəlmir. Nəyə görə gəlmirlər sizcə? Ona görə gəlmirlər ki, bazardan qıraqda bazarlar çoxdur. Ona görə qaldırmaq fikriniz yoxdur. Yox, güclə malımızı satırıq. Bazardan qeyri bazarlar təşkil olunur rayon ərazisində. Yer pulumuzu güclə çıxardırıq ki, burada yer pulu veririk. Günə nə qədər ödəyirsiniz? Günə 3 manat. Artırma yoktu her şeyde. Pendirler de 5 manat, 6 manat, yukarı kıymet de 7 manat. Qoz ləpəsi Biz neçədir? buz lepe 13'te alıp 15'e de satıştım. Bayramda kaldırmamışım. Alver yoktu bize. Ət məhsullarında da sabitlik müşahidə edilir. Satıcıların sözlərinə görə mal ətinin qiyməti bayram günlərində də dəyişməyəcək və hazırda olduğu kimi 17 manat səviyyəsində qalacaq. Onlar qeyd edirlər ki, qiyməti artırmaq həm alıcı, həm də satıcı üçün sərfəli deyil. Çünki bu halda topdan satış qiymətləri də yüksələ bilər. Alıcılar da hələlik qiymətlərin münasib olduğunu bildirirlər. Bayram ərəfəsində ciddi bahalaşmanın olmaması müsbət haldır. Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim Media, Şimal Bürosu.